Bəzi gözəllik salonları təkcə saç və dırnaq baxımı üçün yox, həm də müxtəlif kosmetoloji prosedurlar üçün şərait yaradır. Sosial şəbəkələrdəki elanlardan məlum olur ki, belə salonlarda müxtəlif dəri təmizləmə və peeling, dərinin alt qatlarına vitaminlər, minerallar və digər faydalı maddələrin yeridilməsi ilə aparılan mezoterapiya, botoks və dolğu, eyni zamanda lazer epilyasiyası kimi kosmetoloji xidmətlər həyata keçirilir. Azərbaycanda kosmetologiya sahəsində fəaliyyət göstərən şəxslərin peşəkar hazırlığı və sertifikasiyası ilə bağlı müəyyən tələblər mövcuddur. Son illərdə özünü həkim-kosmetoloq kimi təqdim edənlərin sayının artması müşahidə olunduğundan gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Gözəllik mərkəzindən əldə etdiyimiz məlumata görə, bəzi gözəllik salonlarında qeyri-steril şəraitdə kosmetoloji prosedurlar həyata keçirildiyindən məhz gözəllik salonlarının fəaliyyətində də ciddi yoxlamalar aparılır. Xüsusi fəaliyyət lisenziyası və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibb təhsilli mütəxəssislərin sertifikatı yoxlanılır. Yoxlanışlar bəli, təbii ki, olur. Bu bütün özəl qurumlardan gəlib yoxlanırlar, nəzarət edirlər. Bu istər sanepidemiya olsun, icbari sığorta olsun, fövqəladə hallar olsun, tibbi baxışlar olsun. Bizdə mütəmadi bu hallar baxış keçirilir, nəzarət var. Nəzarət lazımdır. Olmağı yaxşı bir şeydir, yaxşı haldır. Sadəcə diqqət etməli nüanslar var ki, hamısına şamil eləməsinlər bunu, araşdırsınlar. Mütəmadi nəzarət olsun, nəzarət etsinlər otaqlara, şəraitinə, iş qabiliyyətinə, hər hansı bir sertifikatına, diplomuna, hər hansı bir adam yoldan keçən durub bu işi görməsin. Gözəllik mərkəzinin rəhbəri qeyd edib ki, salonlarda bəzi kosmetoloji prosedurların həyata keçirilməsinin qadağan edilməsi birmənalı deyil. Çünki sözügedən prosedurları ixtisaslı kosmetoloqlar edir. Məkanlar var ki, salonlar var ki, müəyyən bir klinikalardan üstündür. Hər cəhətdən həm məkan olaraq, həm təmizlik, steril, peşəkarların fəaliyyəti mütəxəssisdən çox şey asılıdır. Baxış keçirilməlidir ki, bu adamın tibbi diplomu, sertifikasiyası, təcrübəsi, lisenziyada həmçinin varsa bunun fəaliyyəti, yəni məkandan asılı olmayaraq hər yerdə davam etdirə bilər. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən isə Xəzər xəbərə bildirilib ki, gözəllik salonları tibb müəssisələrində sanitar-epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yol verilməzdir. Keçirilən yoxlamalar zamanı aşkar edilmiş qanunsuz tibb fəaliyyəti ilə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbih olunaraq növbəti icraata göndərilir. Nərmin Məmmədhəsənli, Vüsal Cəfərov, Xəzər xəbər.